Salam, hər vaxtınız xeyir olsun Maçdaq Əmlak izləyiciləri. Mən Tural və əməkdaşım Sübhan Mən bəy. Ağuspan, hamınızı salamlayıram. Sizin üçün gözəl bir variant tapmışıq. Maçdağın Ağdaran yolunun üstündə, Karvanşahlıq sarayının arxasında. 30 sotda neçə 3 kvadrat? mərtəbəli, 1800 kvadrat. 1800 kvadrat. Elə Və birinci növbədə torpağın çox hissəsini ev torpaq tutub. 30 sotda, çox hissəsini ev tutub. Birinci həyətini göstərək. Həyətində bax belə meyvə ağacları, Müxtəlif demək olar səliqə ilə. hər növ bar verən meyvə ağacları var. Hə, səliqə ilə əkilir və hərəsində suvarma sistemi var hər ağacın kökündə. Hovuzu var orada. Və böyük bir hovuzu var. Hardasa 80 ton, 100 ton tutar. 80 ton, 100 tonluq hovuzu var. Baxa bilərsiniz. Zəhmət olmasa buranı göstərək qardaşım. Və arxasında da su anbarı. Motorların qoyulmağı üçün yer. Su anbarı, həm də Hovuz da çox böyükdür, hardasa 80-100 ton var. Arxasını bir dənə göstərək. Ev sahibi 450 minə yaxın bu evin üstünə pul qoyub. Və indi təcili pul lazımlı olduğuna görə 350 minə aşağı qiymətə 350 min manata satışa çıxarıb, yəni alıcıya inşallah endirim olacaq. Endirim də var. Və keçək evin. Evin girişi o tərəfdən də var, bu tərəfdən. Bu tərəfdən bağa, hovuza çıxır, bu tərəfdən də giriş tərəfdir. Və evin kvadratına şəxsi tikili evdir. Betondan tikilib. Biraz evin kvadratı çox olduğuna görə biz qısa bir video eləmək istəyirik. İnşallah və qardaşım inşallah çatdırarıq. Və baxaq. Pəncərələr. Bura koridor sistemidir. Girişdə plekanıdır, koridor sistemi. Bu tərəfdən də girişi var. Demək olar ki, hər tərəfdən giriş var. 3 tərəfdən giriş var bu evə. Bəli. Və keçək bu otağa. Burada demək olar hər otaqların pəncərələri var. Və burada nümunə olaraq bir dənə göstərilib. Keç qardaşım. Zəhmət olmasa keç qardaşım, bax. Bax, nümunə kimi vurulub. Hamısı pəncərələri var, sifariş olunub, hazırdır. Və çıxaq evimizin. Giriş hissəni buradan göstərək. Otaq sayını vallahi mən özümü qarışdırmışam, deyə bilmirəm. Çoxdur. Yəni otaq sayı çoxdur. Buranın yəni sanatoriya kimi, reabilitasiya mərkəzi kimi istifadə vermək olar. İstifadə vermək olar. Giriş hissə. Bu da giriş hissəsi. Zəhmət olmasa qardaşım bu tərəfdən giriş hissəsini göstərə bilirsənsə, göstər və evin yan tərəfində 3 metrə yaxın məsafəsi var, rahatlıqla keçmək olur. Ya bu tərəfini demirəm, bu tərəfdən var. Keçək evimizin yuxarı mərtəbələrini göstərək. Bu yəqin sanitar qovşağı kimi nəzərdə tutulur. Geniş böyük bir zalı var, bir yataq otağı o tərəfdə, ya mətbəx ola bilər, ya da ki zal. Və bu tərəflərdə də iki otaqlar da var. Biz indi yəni tam sayını da bilmirik. Və çox uzun videoda çəkmək olmur. Ona görə məcbur qısa şəkildə göstərək. Və ikinci mərtəbədə girişdə belə bir dəhlizi var. Sanitar qovşağı nəzərdə tutulur. Bəli. Demək olar bura zaldır, ya balkon kimi istifadə edilir. Bir yataq otağı o tərəfdə. Burada sanitar qovşağı. İçəri ara kəsmələr də qoşadaşdan. İçəri tərəflər də qoşadaşdır. Yataq otaqlarını göstərir. Burada da zal kimi nəzərdə tutulur. Zəmin olmasa buranı da göstərək. Və üzbəüz otaqları zəmin olmasa göstərin. Səkkiz otaq hələ ikinci mərtəbədə var. Hələ giriş səni koridoru. Üçüncü mərtəbəyə çıxanda demək olar ki, Maçdağa kəndi hər bir tərəfi görsənir. Maçdağın hər bir tərəfi görsənir. Hələ bu ikinci mərtəbədir. Demək olar buradan kəndin mərkəzi görsənir. Əsas 3-dən göstərək. Əsas 3-dən göstərərik. Qardaşım çıxaq 3-cü mərtəbəyə. Gəl görək. Yuxarını da göstərək. Plekanlar o qədər hündürdür ki, yorur bizi. Və evimizin 3-cü mərtəbəsi. Baxın, betonlara baxın.
Yəni şəxsi tikili evdir. Yuxarısında da belə bir böyük bir zalı var. Damın karkası da yığılıb, Profillə dəmirlə yığılıb. yığılıb. Ha, profillə yığılıb. Deməli 50-nin 50-yə profilləndir. Bir də 40-ın 40-a profillə işlənilib. Bir də 40-ın yuxarısı 40-ın 50-yə profillə işlənilib. Bəli. Zəmin olsa bu tərəfdən göstərək. Demək olar ki, Maşlağa kəndi uje Ayağımızın tam görsənir. Hə, ayağımıza. Bir də ki, o tərəfə baxın Məhəmmədiyə. O tərəflər də görsənir. tərəfə. Və keçək Üç tərəfdə o tərəfdən eyvan göstər. var. Hə, hər tərəfdə eyvanı var. Orada sanitar qovşağı nəzərdə tutulub, çox güman. Doğrudan bu ev mənə yordu. Hə. Bax, orada bir otaq, bura. Baxın. Buranı da göstərsin. Bu göstərsin. Hə, o otağı da göstər zəmin olmasın. Burada kladovka kimi, sanitar qovşağı kimi çox güman nəzərdə tutulub. Deməli, burada da balkon hissəsi var və buradan tam həyətini rahat şəkildə görmək olur. Zəhmət olmasa həyət yanı sahəsini göstərin buradan. Baxın, bax. Ehtiyatlı ol düşməyəsin. O qara şifrə qədər düz oradan bağlanır 30 sotun içində və baseynin də yuxarıdan göstərək müştərilərimizə. Ambarını da göstərək, tam rahatlıq şəkildə görsünlər. Deməli, Maşlağa Nardıran yolunun üzərində, Karvanşahlı sarayının arxasında 3 mərtəbəli 30 sotun içərisində 1800 kvadrat 1800 kvadrat evimiz inşa olunub və ev sahibi 450 minə yaxın pul qoyub. Yəni xərc çəkib. Pəncərələr də hazırdır. Müəyyən işlər var burada. Yenə də işləri var. Amma yəni pul lazım olduğuna görə qiyməti 350 minə startın qiymətindən satışa çıxarılmışıq. Real alıcı tərəfindən endirim olacaq. Sənəd bələdiyyədir, köhnə bələdiyyədir. Köhnə bələdiyyə sənədidir. Real alıcıya yenə deyirəm endirim olacaq 1800 kvadrat. Buyur Sübhan bəy. Başqa sualınız varsa, əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Mənim nömrəm 050 320 29 09 070 222 35 61. Əlaqə saxlayın bizimlə. Siz də öz daşınmaz əmlakınızı satmaq və yaxud bütçənizə uyğun əmlak almaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Allah satana da xeyir versin, alana da. Sağ olun, salamat. Sənə çəkəndə Allah canını sağ olasın.